Euzu billahi mineşşeytanirracim ve salatu vesselamu ala eşrefil enbiya'i vel murselin Ebil Kasimi Muhammedinil Mustafa ve alihi tahirin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli bi rahmetike ya erhamer rahimin. İbadətlərin, itaətlərin qəbul olması üçün Muhammed və Ali Muhammedə salavat zikr edilir. Bu cəmin daimən halala müvəffəq olub haramdan uzaq olmaları üçün Muhammed və Ali Muhammedə bir daha salavat zikr edilir. İnşallah bugünkü bəhsimiz keçən dəfə elan elədiyimiz kimi qardaşla qardaş arasında olan bir bəhsdir. Yəni burada özgə bir məzhəb və yaxud özgə bir tayfa nəzərdə tutulmur. Demək olar ki, şiyyədən şiyyəyə. Məsələn, bir şey mən başa düşməmişəm, qardaşlar mənə başa çalacaq, ola bilsin bir şey mən başa düşmüşəm, onları başa çalacaq. Və hər məsələ də dəlil sübuta söykənəcək. Bir növ şəxsi rəyin belə məqamlarda rolu yoxdur. Məsələn, yatıb yuxumda gördüm filan kəs mənə belə dedi, bu dəlil deyil. Küçədən keçirdim, qonşudan belə bir şey eşitdim, bu dəlil deyil. Dəlil, sübut, kitab, rəqəmi, səhifəsi, nömrəsi bu cür olmalıdır. Və biz də çalışırıq biiznillah öz aramızda olan bir məsələni inşallah bir hissəsini bu həftə və digər hissəsini də biiznillah gələn həftənin 3-cü günü izah eləyəcəyik. Biiznillah. Mövzunu gözəl şəkildə təhvil almağımız üçün Muhammed və Ali Muhammedə salavat zikr edilir. Mövzumuz şiyə cəmi olduğu üçün kimin məsum olub, kimin məsum olmadığı haqqında bəhsə ehtiyac yoxdur. Çünki Əhl-i Beyt 14 məsum, 14'ü də məsumdur. Günah eləməzlər, zərrə qədər belə Allahın razı qaldığı işə meyl eləməzlər. Bu məsələ artıq bizim üçün şəksiz, şübhəsiz məqamdadır. Bizim bugünkü bəhsimiz bir növ və gələcək bəhsimiz ibarət olacaq. 2 dərsimiz olacaq. İkisi də beyət mövzusunda. Ki, məsuma beyət. Mən təəssüf eləyirəm ki, bəzi qardaşlarımız bir növ bir hədisi götürüb, 10 hədisi tərk eləyib, ortaq məxrəcə gəlib və özü üçün əqidə düzəldib. Bu mənim bir tələbə kimi nəzərimdə düzgün deyil. Gərək bütün hədisləri həmən o qardaş və yaxud onun arxasıca gedənlər araşdıraydı. Hədisləri araşdırandan sonra ortaq məxrəcə gələydi ki, məsələn, bu mövzuda 20 hədis var, 20 hədisi araşdırdım, onun məsələn, yarısı səhihdir, yarısı zəifdir, səhihləri götürdüm, zəifləri tərk elədim. Bir növ mövzuya elmi nəzərlə yanaşmaq lazım idi. Amma mənə çatan o telefon bir növ yazısı və bir əl yazmadı ki, o qardaşlar tərəfindən mənə ələ göndərilib. Həmən bu 2 mənbədə bir elmi bir şey görmədim. Və bu sözü inşallah deyirəm, izahını da eləyəcəm. Necə? İddialar olunur və iddialar da bir növ biz inkar eləmədiyimiz iddialardır. Elə bir, məsələn, bir nəfər oturub şiyyəni sünni kimi danlayır. Ki, sən 12 imamı niyə qabul eləmişsin? Deyirsən, abala, mən 12 imamcıyam. Həzrət Əldən ta sahibə zamana qədər hamısı qaldı. Və bu minvalla bir neçə kəlmə. Uzatmaq istəmirəm mövzuya, bir növ təqribən 1 saat yəni hər bir şəxs bəhsin əsnasında da durub gedə bilər, heç problemi yoxdur, müşkülü yoxdur, mən incimirəm.
Məsələn, işiniz var, gücünüz var. Belə şeylərə bir növ vaxt itirmək üzrə məsləhət deyil. Məəzalik yenə bir növ qəlblərimiz aramlıq tapsın deyə bu mövzuları bir saat inşallah həcmində izah edəcəyik. Diqqət edin. Və mən bir şey də elan edeyim ki, sonra ola bilsin səhv başa düşürsün. Bəzi qardaşlar istəyirlər ki, mənə bəhs eləsinlər. Ki, elmi mübahisə eləsinlər. Mən etirazım yoxdur. Kim olur olsun, mən onu ilə bəhs eləməyə bu mövzuda hazıram, amma bir şərtim var. Harda, nə zaman filan mənim üçün mühüm deyil. Mənim üçün mühüm olan odur ki, o şəxs ki, mənlə bəhsə girəcək, salavat zikr edin. O şəxs ki, mənlə bəhsə girəcək, o adam 3 elmə malik olmalıdır ki, mən onlara malikəm, əlhəmdülillah. Bəni ilə o elmdə bəhs eləyəcək, cəmaatın gözünün qabağında, nə ki, çayxanada, evdə, qaranlıq bir evdə, yox, cəmaatın gözünün qabağında. Birinci üsul elmində mənlə bəhs eləyəcək, çünki həmin o qardaşlar fətva verirlər. O şey ki, vacib deyil, məsələn, məndə olan əl yazmada belə buyurur qardaş. Azanı vacib edirən, azanı ki, azan ki müstəhəbdir, azanı vacib edirən özünə nisbət verir. Azanı vacib edirən demək qüdrətində olan şəxs ən azı bu 3 elmə malik olmalıdır. Üsulül fiqh deyirik, ondan bilməlidir, həmən bu elmdən bilməlidir. Fiqh elmin bilməlidir və ərəb dilinin qrammatikasını bilməlidir. Üsul elmində Şeyx Cəfər Subhaninin və yaxud Əbdülhadi Fəzlinin Məbadi-ül usul və yaxud Muciz usulundan, Şeyx Müzəffərin usulu, Şəhid Sədrin hələqatı, Şeyx Ənsarinin rəsaili ta Axundul Xorasanının kifayətinə qədər mən hazıram o qardaşla bəhs eləyim, amma qabaqcadan bir növ yer, hansı fəsil filan təyin eləmək şərtiylə. Bu üsulda, fiqdə də Təfsirətil Mütəallimin, İrşadül Əzhan, sonra Muxtəsər-ül Nafi' Şərai-ül İslam, Lum'əd Diməşqiyyə, Məkasib-ül Muharrəmə, bu kitabların da hər birini seçsin, mən o qardaşla bəhs eləmə hazıram və ərəb dilin qrammatikasında da ibtidai Nəhv-ül Vadih kitabından, məsələn, Qətr-ül Nəda, Şudur-ül Dəhəb, Şərh İbn Əqil, bu kitabların birini seçsinlər və məndən bəhsə girsinlər. Əgər o qardaşlar bu 3 elmdən birində xəbərləri yoxdursa, bu 3 elmdən birində məni ilə bəhsə girə bilmirlərsə, onda heç mövzuya və yaxud sual verib narahat eləməyə dəyməz. Çünki mən desəm də o tərəf anlamayacaq. Əvvəlcə bəhs eləyən adamla bir növ biz özümüzü yoxlayaq, görək biz bir-birimizi dediyimizi başa düşəcəyik ya yox. Və bir-birimizi başa düşmək üçün qanunlar var. Çünki o qardaş deyir, vacib eləyirəm, müştehidə xumus vermək haramdır. Yox, fətva verir də eyb yoxdur, rəyidir, özü bilər, möhtərəmdir mənim nəzərimdə ki, Azərbaycanda fətva verməyə yetişmiş bir adam var. Mən şəxsən fəxr edirəm bu işdən. Azərbaycanlı balası fətva vermək qabiliyyətindədir. Əla, mənim etirazım yoxdur. Həmən bu fətva sahibi ilə bu 3 elmdə mən bəhs eləyəcəm əvvəlcə, sonra beyət kimə lazımdır, necə olmalıdır, onu da eləməyə heç bir problemi yoxdur. Bu müqəddimə qardaşlar o istiqamətlərə çatdırsalar, bir növ mən minnətdar olaram. İndi isə bəhsə nəzər salağım. Beyət məsələsi Qur'an-ı Kərimdə və Peyğəmbər sünnəsində və Əhl-i Beyt hədiyində öz yerini tapıb. Yəni, heç bir müsəlman, istər sünnisi, istər şiyəsi, beyətin vacibliyi haqqında şək-şübhə yoxdur. Allah da deyir, beyət vacibdir, Rəsulullah da deyir, beyət vacibdir və bütün müsəlmanlar deyir ki, beyət vacibdir. İndi Qur'an-ı Kərimdə beyət haqqında 3 ayə var. Ayələri sadəcə qısa izah eləyəcəm
və hardadır? Biləsiniz. Fəqət 3 ayədir ki, beyətdən bəhs eləyir. Birinci ayə Mumtəhənə surəsinin 12-ci ayəsi. Surətül Mumtəhənə. Mumtəhənə surəsinin 12-ci ayəsi. Orada Allah öz rəsuluna buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhən nəbi, İdə cəəkəl müminat. Ey Peyğəmbər, əgər mömin qadınlar, burada fəqət bu ayədə mömin qadınlardan söhbət gedir, kişilərdən gedmir. Kişilərin beyət məsələsi Fəth surəsindədir, qeyd eləyəcək. Mömin qadınlar gəlir sənə beyət eləməyə. Yubayi'nəkə ələ ən la yüşriknə billahi şey'a. Beyəti hansı zəmində eləyəcəklər? Allaha şərik qoşmuruq. Və la yasriqnə, oğurluq etməyəcəyik. Və la yəzninə, zina etməyəcəyik. Və la yəqtulnə evladəhünnə, və dünyaya gətirdiyi uşaqları öldürməyəcəklər. Çünki ərəblərdə belə bir adət vardı. Məsələn, qız uşağı əgər dünyaya gəlsəydi, o qız uşağın diri-diri bastırardılar. Hətta Quranda ayə var. İzil mevudətu suilət bi-eyyi zənbin qutilət. Mevudə ərəb dilində diri-diri bastırılan qız uşağına deyərlər. Qız uşağın diri-diri götür buyla ki, haçaqsa ola bilsin, bu mənim şərəfimə ləkə gətirə bilər. Bu adla qızlar kütləvi şəkildə bastırılmış. Peyğəmbərimiz gələndən sonra bu bəla bir növ ümmətin üstündən götürülür. Peyğəmbərimizin gül camalına salavat çəkir. Və la yətinə bi buhtan. Böhtan etməməlidirlər. Beynə eydiyyəhinnə və arculəhünnə və la yəsinə fi ma'ruf. Bəzi təfsirlərdə beynə eydiyyəhinnə və xəlfəhi ərculihinnə izah olunub ki, qadın əgər zinadan doğsa da belə, qədimdə belə imiş. Bu iki cür izah olunub bu kəlmə təfsirlərdə ki, zina eləyir, ərinin xəbəri yoxdur, uşağı öldürür. Allah deyir, hətta belə zina nəticəsində olsa uşağı öldürmək olmaz. Bir növ cahil ərəblərin adətləri imiş. Peyğəmbərə beyət eləyəndə tələb olunur ki, bu şeylərdən imtina eləyəcəklər. Yəni, beyətin mənası odur ki, Peyğəmbərin əmrinə tam şəkildə təslim olmaq və Peyğəmbərin göstərişlərindən heç bir zaman çıxmamaq. Peyğəmbər haçaq çağırdı, gələcəksən, nə əmr elədi, onu yerinə yetirəcəksən. Deməli, bu Mumtəhənə surəsinin 12-ci ayəsində idi, qadınların beyəti haqqında. Kişilərin beyəti haqqında bir növ qadınların beyəti də hədislərdə belə izah olunur. Bir böyük bir qab qoyulur, içərisinə su tökülür, həmin o suyun içinə qadınlar əlin batırır. Peyğəmbər əlin batırır bir istiqamətdən, qadınlar da digər istiqamətdən. Ələ toxunmur. Bir növ su ilə. Əla kulli hal. Fəth surəsinin 10-cu və 18-ci ayələrində açıq-aşkar orada da bir növ beyətdən bəhs edir və beyətin məfhumuna diqqət edir. İnnəl-ləzīnə yubayi'unəkə innəmā yubayi'unəllah. O kəslər ki, sənə beyət eləyirlər, həqiqətdə sənə beyət eləmirlər. Həqiqətdə kimə beyət eləyirlər? Allaha. Yəni, beyətin məsuliyyəti Peyğəmbərlə, imamla sənin aranda deyil. Beyətin məsuliyyəti səninlə Allah arasındadır. Və eyni məzmunda da bir növ 18-ci ayədə o ağac altında olan beyətdən bəhs gedir. Deməli, vaxtı çox uzatmayayım, Qur'an-ı Kərimdə beyət haqqında var və heç bir şəxsin də şəkki şübhəsi yoxdur ki, beyət vacibdir. Bu Qur'an-ı Kərimdə. İndi Peyğəmbərimizin sünnəsinə nəzər salağım. Bir şiyə kitabından dəlil gətirəcəm bir hədis və bir də sünnə hədisindən. Bir nəfər ölə və boynunda hər hansı bir itaəti vacib olan şəxsə
beyəti olmasa, həmən o şəxs dünyasını dəyişsə necə dəyişəcək? Cahil yox, kafir. Cahilin mənası, yəni İslamdan qabaq yaşayan ərəblər. Cəhil deyiləndə, yəni küfür nəzərdə tutulur, yazıb oxumaq yox. Cahildir bu adam, yəni yazıb oxumaq yox. Kafir. Matə mitətən cahiliyyə, yəni kafirən, kafir kimi dünyasında yaşayacaq. Bu iki hədis, bu məzmun Əhl-i Sünnə mənbəsində də var, bu Şiyyə məzhəbi. Birinci Şiyyə məzhəbinin kitabında olan hədisi qeyd edirəm. Hədis səhih sənəddir. Ravilər hamısı düz danışandır. Kitabın adını deyirəm. Kəmal-id-din və itmam-ın ni'mə. Kəmal-id-din və itmam-ın ni'mə Şeyx Səduqun Şiyyə məzhəbinin məsdər kitablarından biridir. Üsul Kafidir, Təhzibdir, İstibsardır, Mən la yəhduruhul fəqihdir, Bihar-ül Ənvardır və o bir növ cərgədə dayanan kitablardan biridir. Şeyx Səduqun Kəmal-id-din kitabı. Həmən o kitabda səhifə 383-cü səhifə 9-cu hədis. Filan kəs hədis gəlir İmam Cəfər Sadiq əleyhissalama. İmam Cəfər Sadiq əleyhissalam müəyyən mövzular danışılır orada. Həmən o mövzuda bir növ biz xülasəsini götürək, uzatmayaq. Ravi sual verir. Daha doğrusu imam nəql edir. Ravi də imamın yanında. Ennel arda la təxlu ən hüccə. Xələqəhullah ilə yevmil qiyamə. Yer kürəsi Allahın hüccətindən heç vaxt boş qala bilməz. Yəni yer kürəsində lazımdır günəşin saçması, yağışın yağması. Bütün bu təbiətdə xeyir, bərəkət ki var, Allah Taala həmən o imama xatir o şeyləri bizə nəsib eləyir. Siz təsəvvür eləmirsiniz ki, günəş özü-özündən bu işləri görür. Və biz necə deyərlər, yağış görürük, biz hava görürük, biz Allahın nemətlərini görürük. Bunlar hamısı zamanəmizdə olan məsum imama xatirdir. Çünki hədisdə var ki, əgər yer kürəsində hüccət olmasa, ləsaxət bi əhliha. Yer kürəsi məhv olacaq. Yer kürəsində bir canlı belə qalmayacaq. Qiyamət gününün başlanma əlaməti nə olacaq? Məsumun olmaması. Məsum dünyasını dəyişəcək. Bəzi rəylərə əsasən xeyr dəyişməyəcək. Əla kullaha. Deməli, mövzumuza aid olan sizə ənnə mən matə və ləm ya'rif imamə zamanihi, bir nəfər ölər və zamanəsinin imamını tanımıyor. Matə mitətən cahiliyyə. Həmən o insan dünyasını dəyişsə, kafir kimi dünyasını dəyişir. Yəni bir nəfər, hər kim olursa olsun, öldü. Ölüm ayağında soruşulan sənin imamın kimdir? Qala belə cavab verə bilməyə, vay halına. Gərək bizim bu dövrdə yaşayan hər bir müsəlman, hər bir Allahı tanıyan deməlidir ki, zamanəmin imamı Məhdi Əccəlallahu fərəcəhu təzədən ünvanı zikr edeyim. Mən o bursa hədislə bunun bir növ yerini çeylədim. Hədis Kəmal-id-din kitabı 376-cı səhifə İmam Həsən Əskəridən də hədis. İmam zamanımızın atası nəql edir. Burada bir gözəl işarə var. Ərəb dilində eyni kəlmədir, mitə. Hədisdə gəlib mitətən cahiliyyə. Əgər o mimi kəsrə ilə oxusun, bir mənada olacaq, o mimə fəthə versin, tam başqa bir mənada olacaq. Əgər düşür ki, mitətun cahiliyyə olacaq mənası ölümün necəliyi, ölümün tərzi. Əgər düşür ki, məytə ənən oxusuq, olacaq şər'i yolla kəsilməmiş heyvan və yaxud özü-özünə ölmüş heyvan və yaxud ölmüş insan. Gör, məna nə qədər fərq elədi. Ənən inin arasında. Əgər düşün mitə olur ölümün növü. Məsələn,
Deyirəm ki, filan matə mitətil abtal. Filan kəs meydanda qəhrəmanlar necə dünyasını dəyişir, o tərzdə dünyasını dəyişdir. Bu sözü demək üçün ərəb dilində gərək sən aşağıda kəsrə qoyasan. Əgər sən düşün ki, bu qarşımda olan heyvan şər'i yolla kəsilməyib, deyəcəksən ki, hada məytətun, hadihi məytətun. Bu məytədir. Ənənini dəyiş, mənan olacaq, qarşacaq bir-birinə. Deməli, təzədən ünvanı təkrar edirəm. Kim zamanəsinin imamını tanımasa, kafir kimi dünyasını dəyişəcək. Burada bir nəfər buna etiraz edən var. Bunun şək şübhəmiz yoxdur ki. Əla kulli hal. Səhifə 376 İmam Həsən Əskəri əleyhissalamdan. Bu Şiyə mənbəsində. İndi gəlin Əhl-i Sünnə mənbəsinə. Bəzi mən qardaşlarımdan eşitmişəm vəhabilərlə filanlarla bəhs eləyəndə bizim kitabımızda olan hədisi vəhabiyə istəyir məcbur qəbul elətdirsin. Kim ölsə, zamanəsinin imamını tanımasa kafirdir. Vəhabi yazıqda deyir ki, Allah bizim kitablarda belə şey yoxdur. Nə var yapışmışsan yaxamdan? Yoxdur. Doğrudan da yoxdur. Doğrudan da yoxdur. Sən neynəmərsən o bəhs eləyən tələbə? Sən gedib araşdırmalısan, gör mənbədə var ya yox. Sən Kəmaləddin'dən hədisi götürüb məcbur ona verənməsən, çünki burada bir hədisi onun etiqadı yoxdur. Necə mənim Buxariyə, Müslümə etiqadım yoxdur. Aydın? Sən gərək onun mənbəsini araşdırırsan. Səhih Müslümdə həmən o kəlmələrlə də olmasa eyni məzmunda hədis var. Diqqət edin. Deməli, Səhih Müslüm Kitabul İmarə. Səhih Müslüm Kitabul İmarə. Deməli, 13-cü bab vücub mülazəmət cəmaətil muslimin ində zuhuril fitən. Hədisin nömrəsi 1851-ci hədis. Mənim əlimdə olan kitabla 742-ci səhifə. Hədis, diqqət edin, çox gözəl hədisdir. Filan kəsdən gəlir, hədis dayanır. Əbdürrəhman və visadətən qalə inni ləm ətikə li əclisikə. Peyğəmbərdən sənə bir hədis nəql eləyəcəm. Həmən ravi deyir. Səmi'tu Rasulallah qal, yəqul. Eşitdim bunu Peyğəmbər deyir. Peyğəmbərimiz nədir? Mən xələ'ə yədən min ta'ə ləqiyəllah yawməl qiyamə la hüccətə ləhu. Həzrəti Əli əleyhissalama mən beyyət eləmişəm. Sonra Həzrəti Əli əleyhissalamı tərk eləyirəm, gedirəm başqasına beyyət eləyirəm. Bu adamın hökmü nədir Peyğəmbərin dilində? Deyir, həmən bu adam qiyamət günü Allahla qarşı-qarşıya duracaq, yəni Allahın məhzərində, məhkəməsində dayanacaq və mən düz eləmişəm, mən düzəm, bir dəlil tapa bilməyəcək özünü təmsə çıxartsın. La hüccətə ləhu. Yəni, heç bir şey o adamdan qəbul olmayacaq. Bu hədisin bir hissəsi bizim bu kitablarımızla, Şiyə kitabları ilə, Əhl-i Sünnənin mötəbər mənbəsində, Səhih Müslümdə olan hədis burada uzlaşır. Diqqət edin. Və mən matə, bir nəfər ölə. Və leysə fi unuqihi bey'ə, boynunda beyyət olmayan. Matə mitətən cahiliyyə. Ölsə, kafir kimi dünyasını dəyişir. Zamanənin, imamın tanımayıb ölən Əhl-i Sünnə mənbəsində də kafirdir və Şiyə mənbəsində də nədir? Kafirdir. Deməli, mövzunun xülasısı Qur'anda da, Sünni mənbəsində də, Şiyə mənbəsində də kim zamanəsinin imamın tanımadı, öldü, həmin o adamın vay halıdır. Bu mövzu bir növ qoyuruq kənara. Bir dənə bunu. Bəli. O bəhsi tamamlayayım, sonra bütün suallara cavab verməyə hazıram. İndi diqqət edin. Bu bir müqəddimə idi bu mövzu üçün ki, bir nəfər Quranı necə dana bilər ki, beyət deyilən şey yoxdur.
Quranda var, Əhl-i Sünnə mənbəsində var, Şiyyə mənbəsində var. Bunu kim dana bilər ki, beyəti olmayan müştehidə təqlid eləmək olmaz, beyəti olmayan imamın dalında durub namaz qılmaq olmaz. Kim dedi sənə? Quran var, hədis var. İndi bəhs əsnasında aydın olacaq beyətin necə olunması, inşallah onu yerinə tapşıraq. Həmən o qulaq astığın mənbədə belə bir şey var. Orada iştirak edən şəxslərdən biri deyir, biz eşitmişik ki, siz imam zamana beyət edirsiniz və onu vacib bilirsiniz. O şəxs də deyir, bəli, biz beyət edirik və vacib bilirik. Burada cəm olandan bir nəfər imam zamana beyət eləmək, yəni istəmirsiniz imam zamana beyət edirsiniz. İmam zamana beyət eləməmsiniz heç. Yəni bunu hamı qəbul edir. Bunu sən danlaq kimi götürüb kimləsə istifadə eləyə bilməzsən ki, siz vacib bilirsiniz. Hamı vacib bilir. İmama beyət eləmək vacibdir. Bunu mənim oğlum Mustafa'dan da soruş deyəcək. İhtiyac yoxdur bunu bir məntiqə çevirib diyalog halına gətirmək iki nəfərin arasında ki, siz vacib bilirsiniz. Sual verənə sual vermək lazım ki, bununla sualdı verirsən. Necə yəni, imama beyət eləmək vacibdir? Bu nə sualdır bu? Bəli, imama beyət eləmək vacibdir. Bu sual verən səhv eləyib sual verib və yaxud qərəzli sual verir. Bir növ diyalog alınsın deyə. Əl-Akullahə. Bu sual və cavab yersizdir. İkinci məsələ. Həmən o məclisdə iştirak edənlərdən biri deyir ki, siz hansı əsasə söykənib beyəti vacib bilirsiniz? Yəni, beyətin vacibliyinə dəliliniz nədir? Kim inkar edir ki, beyət vacib deyil? Beyətin vacibliyin kim inkar edir ki, bunu müzakirə mövzusuna gətirmişsiniz? Bəli, müzakirə mövzusuna gətirilə bilər o mövzu ki, beyəti necə eləyək? Məsələn, bunlar düzgün beyət yolu tapıblar, amma bu cəmsə beyətin hələ necə olduğunu qanmır. Bəli, bunu müzakirə eləmək düzdür. Amma beyət vacibdir ya yox, bu yersiz məsələdir. Bir növ vaxt boşa gedib orada. Sual verir, hansı əsası əsaslanıb zamanənin imamına beyəti vacib bilirsiniz? Qardaş da cavab verir, iki şeyə söykənir. Qurana, bu Quranda hansı ayədir, onu qeyd eləmir, mən qeyd elədim ki, fəqət Peyğəmbərin haqqındadır və Peyğəmbərin timsalında da əhl-i beytdir, ona şəkkimiz yoxdur. Söykənir əhd duasına, məşhur əhd duası, hər bir şiyə balası bunu oxuyur Ramazan ayında da və sübh namazında da. Əhd duasına söykənir və deyir, dəlilimiz budur. Və orada həmən o qardaş bir səhvə, böyük bir səhvə yol verir. Yəni, mən qeyd elədim, elmi müzakirədir, mən səhvi tuturam, o desin ki, yox, mən düz eləmişəm, sən iradın yersizdir. Həmən o qardaş deyir ki, səhih və mötəbər əhd duası. Yəni, əhd duası ki var, həmən o dua səhihdir və mötəbərdir. Mən bir tələbə kimi bu qardaşın bu sözündən sonra deyirəm ki, həmən bu sözü danışan hövzədə oxumayıb. Sadəcə olaraq qardaşın öz fikridir və öz fikrini də irəli sürür. Əgər elmi məqamla bu duaya yaxınlaşsaydı, bu duanın əksər kitablarda heç sənədi yoxdur. Filan kəsdən İmam Sadiq əleyhissalam dedi. Bu yoxdur. Fəqət Bihar-ül Ənvarda, bunu da deyim, qoy bilsinlər. Bihar-ül Ənvarda Əllamə Məclisinin təlif elədiyi Bihar-ül Ənvar 91-ci cild, səhifə 41, hədis 25. Hədisin nömrəsi 25. Bihar-ül Ənvarda bir sənəd qeyd olunur. Filan kəsdən İmam Cəfər Sadiq əleyhissalam. Deməli, diqqət edin. O qardaş deyir ki, əhd duası səhih və mötəbərdir. Xeyr, səhvdir. Əhd duasının birinci heç sənədi yoxdur. Əksər kitablarda ki, qeyd olunur, Məfatihül Cinandır, Misbahül Kəfəmidir, filandır, sənəd deyilən şey yoxdur. Filan kəsdən yoxdur ki, sən deyəsən ki, bu mötəbərdir, yaxud səhihdir. Yoxdur.
Fəqət Əllamə Məclisinin Bihar-ül Ənvar kitabının o 91-ci cildində sənəd qeyd olunur. Sənədi qeyd edirəm və müzakirə edirəm. Diqqət edin. Deməli, hədis nəql olunur Zəkəriyyə ibn Yahya ibn Kəsir, o nəql edir Muhammed ibn Ali Əl-Qərəşidən, o nəql edir Əhməd ibn Səiddən, o da nəql edir Ali ibn Həkəm el-Kufidən, o da nəql edir Rəbi' ibn Muhammed el-Musilli, o da nəql edir Əbu Abdullah ibn Süleyman. Həmən bu İbn Süleyman da deyir, eşitdim Cəfər Sadiq belə dedi. İmamın Gülcəmalına salavat sıxırıq. Təzədən təkrar edilən o qardaşlar özlərini çaşdırmasınlar. Bir nəfər onlara deyib ki, əhd duası mötəbərdir, səhv eləyib, düz demir, sənədi yoxdur, bir sənəd fəqət Bihar-ül Ənvardadır, nəzərinizə çatdırır. İndi bu ravilər kimdir? Bir tərcümə halı. Zəkəriyyə ibn Yahya ibn Kəsir, ikisi də məchuldur. Yəni, ədalətli olması bəllidir, şiyə olması bəlli deyil. Bu şəxslərin haqqında heç bir məlumat yoxdur. Buna deyərlər məchul. Deməli, iki ravi hədisin əvvəlindən zəif çıxdı. Muhammed ibn Ali Qaraşi siqədir, düz danışandır, bütün alimlər də onu tərifləyir. Əhməd ibn Səid məchuldur. Ali ibn el-Həkəm düz danışandır. Rəbi' ibn Muhammed el-Musilli düz danışandır. İmama birləşən şəxs məchuldur. Deməli, bu cürnə hədisə də elmi dildə deyərlər mursəl və yaxud zayif-i sənəd. Mürsəldir məzir başdır. Zayif-i sənəd məchullardan ibarətdir. Ravilərin çoxsunun tərcümə halı yoxdur, düz danışandır, yalan danışandır, bəlli deyil. Deməli, mövzunun xülasəsi. Əksər kitablarda əslən heç sənəd yoxdur, fəqət Bihar-ül Ənvarda olanda sənəd var və rivayətdə o duanı nəql edən hədisin sənədi də zəifdir. Elmir ricala əsasən. Deməli, qardaş ki, deyir, mötəbərdir, xeyr mötəbərdir. Bu birinci müşkül. Sonra gəlirik başqa bir mövzuya. Əhd duası bir şey nəzərinizə çatdırım ki, iki cür əhd duası bizə gəlib çatıb. İki cürdür. Birin, elə bir sən eləyə bilərsən ki, hər gün oxuyasan, hər gün namazdan sonra oxuya bilərsən. Və digər əhd duasısa fəqət sübh namazı içindir. Başqa vaxtda oxumaq olar, amma savabı sübh vaxtda oxunan kimi olmayacaq. İki cür əhd duamız var. Hər ikisinin də sənədi qeyd elədim. Əslən, ya sənədi yoxdur, olan da bir sənəddir ki, o da zəif sənəddir. Hədisə bir növ bu duaya o qardaş mötəbərli donu geyindirib, onun içindən dəlil sübut gətirmək istəyir ki, bir nəfər etiraz eləsə, sən mötəbər sənəddə hədisə etiraz eləyirsən, bu cürünə bir növ məntiqi addımlar atmaq istəyirlər, amma düzgündür. Hədis mötəbər deyil, cəmaata da desinlər ki, ey mənim tərəfdarlarım, bu hədis mötəbər hədislərdən deyil, amma onun içində belə bir şeylər var. Əla kulli hal. Zəif sənəddir, hədisə söykənib, o hədisin içərisindən dəlil gətirir. Bir neçə orada olan kəlməyə söykənib, öz iddiasını sübut eləməkdir. İndi onları bir-bir nəzərinizə çatdırın. Qardaş buyurur ki, duada var ki, fi unuqi, bəli, duada var. İmam buyurur, Allahümmə inni ucəddidu ləhu fi sabihəti yevmi hâdə və ma iştu min əyyami əhdən və əqdən və beyətən ləhu fi unuqi. Boynumda vacib olan imama əhdi, beyəti, filanı təzəliyirəm. Yəni, imama beyət edirəm. O qardaş deyir ki, boyunda olan şey vacibdir ya yox. Oturanlar da deyir, bəli, əgər bir şəxsin boynundadırsa, deməli o şey nədir? Vacibdir. Yenə cavab verirəm. Həmən bu dəlil də
bir növ ümumi şəkildə qəbul oluna bilməz. Niyə? Niyəsini zikr edir. Çünki ərəb dilini yaxşı bilməyəndə insan belə danışacaq. Ərəb dilində hər yanda fi unuqi, boynumda kəlməsi gəldi, mənası vacib mənası deyil. Bəzi yerlərdə vacibdir, məsələn duadakı kimi, duada vacibdir. Çünki imama beyət vacibdir. Amma bəzi yerlərdə heç vaciblə əlaqəsi yoxdur. 3 hədisi misal olaraq nəzərdə tutulur. Bizim ən mötəbər kitablarımızdan biri olan Təhzibul Əhkam, Şeyx Tusinin təlif elədiyi Təhzibul Əhkam kitabı, ruhuna gül zamanına salavat çəkdir. Dikkat edin. Təhzibul Əhkam səhifə 1099 deməli Kitab-ül Cihad və Sirət-ül İmam 72-ci babın adı Qital, Əl-Muharib və Lus 6-cı hədis. Diqqət edin hədisə. Hədisin məzmununu da maraqlıdır. Filan kəsdən Qultul Əbi Cəfər İmam Baqir əleyhissalama sual verir. Diqqət edin. Kimin sualı olsa bəhsdən sonra mən hazıram. 1 saat, 2 saat oturalım. İmam Baqir əleyhissalamdan soruşur. Əl-lis yədxul aleyyə fi beyti və yurid nəfsi və mali. Lis oğruya deyirlər. Ərəb dilində məsələn oğruya lis da deyərlər, sariq da deyərlər və harami də deyərlər. O bir növ ləhcədə istifadə olunlar və dəniz qulnuruna da deyərlər qarsan və yaxud qursan, cəmi qarasənə. Yəni hər oğrunun özünün bir adı var ərəb dilində. Lissun oğru. Ravi İmam Baqir əleyhissalama deyir ki, oğru girir mənim evimə, canımı və malımı istəyir. Yəni özümü öldürmək istəyir, hücum çəkib əlində xəncər, qılınc və yaxud odlu silah, ateş açıb mən öldürüb malımı götürmək istəyir. Mən neyniyim? Qalə uqtulhu. Əgər canıvı, malıvı bu 2 şeyi əlindən almaq fikri yəqindirsə, öldür onu. Diqqət et. İmam buyur, uqtulhu, öldür onu. Fəuşhidullah və mən səniə. Allaha şahid tuturam, imam deyir. Və məni eşidən şəxsləri ənnədəməhu fi unuqi. Onun qanı mənim boynumdadır. Yəni öldürsün, heç bir günahı yoxdur. Bu hədisdə vacibdən bir söhbət getdi. Yəni öldürsün, heç bir məsuliyyət daşımırsan. Heç bir günahı yoxdur. O qardaş ki, deyir ki, ərəb dilində fi unuqi deyildi, yəni vacibdir. Xeyr, hər yanda vacib deyil. Bəzi yerlərdə vacibdir, bəzi yerlərdə vacib deyil. Bu birinci misal. İndi ikinci misala diqqət edin. Yenə Şeyx Tusinin digər bizim bir qədim kitablarımızdan biridir. Əmali adındadır. Əmali Şeyx Tusi. Həmən o kitabda bu çapla 680-ci səhifə orada hədis belədir. Deməli, hədissə burada İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur. Ravi deyir, Həsən ən Əyyub, Əyyub adında ravi buyurur ki, Səmi'tu Əba Abdullah əleyhissalam yəqul. Eşitdim İmam Cəfər Sadiq əleyhissalam belə bir söz deyir. Mən dəxələ alə müminin fi dari. Kim müminin evinə zorla soxular, muharibən ləhu, onu ilə vuruşmaq və döyüşmək qəsdi ilə, onun canına qəsd eləmək qəsdi ilə, fədəmuhu mubah, həmən o şəxsin qanı halaldır, fitikəl hal, o halda, lil mümin, həmən o mümin üçün, və huvə fi unuqi, həmən bu qətl hadisəsi də kimin boynundadır? İmamın boynunda. Yəni öldür, heç bir günahı yoxdur, məsuliyyət də nədir? Mənim boynumdadır. Deməli, bunu da nəzərinizə çatdırmaqdan məqsədim o idi ki, biləsiniz ki, qalsın.
o qulaq asanda da bir növ məntiqi baxımından bir növ təsir eləməsin sizə ki, hər yanda boynumda, yəni vacib bir növ heybət yaratmaq bu düzgündür. Danışırsan, hər tərəfli danış. Dünən bəzi yerlərdə vacibdir, bəzi yerlərdə vacib mənasındadır, duada vacib mənasındadır. Belə danışmaq lazımdır. İndi gəlirik həmən o kəlmə ki, o kəlmədən istifadə edib, sübut eləmək istəyir ki, İmam Cəfər Sadiq əleyhissalam 12-ci imama beyyət edir. Yəni İmam Cəfər Sadiq əleyhissalam harda və 12-ci imam harda? 12-ci imam dünyaya gəlməyib, İmam Cəfər Sadiq əleyhissalam ona beyyət edir. Bunlar bu cürlə bu mövzunu cəmaata başa salmazsın. Amma düzgünü belədir ki, bu səhvdir və düzgün deyil. Niyə? Fəqət 4 dəlil zikr eləyəcəm, onu ilə də mövzumuzu xülasə eləyib qutaracaq. Diqqət edin. Bu dua və bu duaya bənzər dualar təlim xüsusiyyəti xarakterindədir. İmam özü üçün demir onu. İmam şiyələrə öyrədir. İmam şiyələrə öyrədir. Dəlil nədir? 2 duaya nəzər salağın. Birinci dua Komel duası. Komel duası, hələ əhd duası kimi bir duadır. Komel duasında hələ əvvəllərdə imam nədir? Həzrət Əli əleyhissalam nədir? Diqqət edin. Allahümmə əğfir liyə zunubəlləti təhtikul isən. Ey Allah, Allahümmə mənim Allahım demək deyil. Allahümmə ey Allah. Bəzilər ola bilsin Allahümmə ey mənim Allahım, bu düzdür. Allahümmə ey Allah. Əğfir, bağışla mənim günahlarımı, Həzrət Əlinin günahları var. Diqqət edin, əgər bu məntiqə qalsa ki, imam özü üçün deyir bu şeyi. İmam deyir ki, mən beyyətimi təzəliyirəm, yəni imam 12-ci imama beyyət edir. Bu məntiqə qalsa, onda Həzrət Əli əleyhissalamın günahı var, özdə gör necə günahlar. Diqqət edin. Təhtikul isəm. Hətəkənin ərəb dilində mənası pərdəni cırmaq, parçalamağa deyilir. İsam, ismətun kəlməsinin cəm formasıdır. İsmətun nədir? Bir şey ki, sən onunla özünü qoruyursan. Məsələn, bir nəfər ox atır, sən qalxanı götürüb o qalxanla oxu bərtərəf edirsən. O şeylə sən özünü qorudun. Buna ərəb dilində deyirlər ismə. İsmə, qorudun özünü. Elə günahlar var ki, diqqət edin, insan 2 rükət namaz qılır. Allah onu bütün insanlar arasında məşhur eləyir. Xeyir əməli Allah özü yayır. Sən narahat olma. Allah yayacaq. 2 rükət. Amma 20 ədəd günah eləyirsən, Allah onları neynir? Gizlədir. Biabır eləmir səni. Səttar. Eyibləri örtən. 2 rəkat qılırsan, dünya aləm görür, 20 günah eləyirsən, kim görür? İnsan günah eləyir, o pərdə ki, Allah Taala onun üstünə çəkmişdi ki, eyibləri, nöqsanları, günahları üzə çıxmasın, həmin o pərdəni o günahlar yırır, parçalayır. Parçalayır. Günah elədin, dərhal hamı biləcək. Elə insanlar var ya, yox. Hər 2 qismdən var. Gündə 20 günah eləyir. Allahla özündən başqa heç kim bilmir. Bu insan bilsin ki, hələ Allahın neməti onun üstündədir. Hələ o ismət pərdəsi cırılmayıb. Və bir insan da bir balaca günah eləyən kimi hamı xəbər tutur. Niyə? Çünki artıq sən o pərdəni üstündən götürmüsən. Həzrət Əli əleyhissalam bu duada nə deyir? Allahümmə əğfir liyə-z-zunub əlləti təhtikul isəm. O pərdəni yırtıb cıran günahlarımı bağışla. Həzrət Əlinin belə günahları olur. Nəuzu billah. Və buna bənzər. Allahümmə əğfir liyə-z-zunub əlləti tunzilin-niqam. Bəlalar nazil eləyən günahlarımı bağışla.
Digər bir kəlmədə Allahümmə qfirliyə zunub əlləti tuğayyürün ni'əm, nimətləri insandan uzaqlaşdıran bəla günahlarımı bağışlar. Allahümmə qfirliyə zunub əlləti təhbisü dua, ən müşkülü budur. Ey Rəbb, mənim dualarımın eşidilməsinin qarşısını alan günahlarımı bağışla. Sən dua eləyirsən, amma həmən o günahlar elə bir təbəqə yaradır sənin üstündə ki, qoymur sənin bu duun, nə olsun? Allah dərgahına. Allah eşidir, amma Allah qanun qayda qoyub. Müəyyən günahlar var ki, məsələn, zina, oğurluq, içki içmək o duanın eşidilməsinin qarşısını alır. Allah eşidir. Sən dedin ki, ay Allah, mənim problemim var, müşkülüm var, həll elə. Allah eşidir. Amma onun qəbul olması, Allah dərgahına yetişməsinin qarşısını alan sənin günahların var. Həzrət Əli Aleyhisselam deyir, o günahlarımı mənim bağışla. Həzrətin günahları var. Xeyr. İndi ola bilsin bir nəfər desin ki, bunu Həzrət Əli deyib də, İmam Cəfər Sadiq Aleyhisselam deməyib ki. İmam Cəfər Sadiq Aleyhisselam əhd duasını deyib. Cavab, İmam Cəfər Sadiq Aleyhisselam da eyni ilə Həzrət Əli Aleyhisselam bu kəlməli deyir. Diqqət edin. İmam Cəfər Sadiq Aleyhisselamdan bilmirəm, möminlər bu duanı oxuyur ya yox. Duanın adı Ya şahid kulli necva. Ya şahid kulli necva duası var. O İmam Cəfər Sadiqdən nəql olunur. İmam Cəfər Sadiq də Peyğəmbərdən nəql edir. İmam Cəfər Sadiq Aleyhisselam nədir? Diqqət edin. Ya əqdərəl qadirin. Ey qadirlərin qadiri. Yəni Allahdan yüksək, Allahla yanaşı qüdrət sahibi ola bilməz. İğfir liyə zunubəlləti tugayyiru ni'əm. Nimətləri dəyişdirən, nimətləri məndən uzaq salan mənim günahlarımı bağışla. İğfir liyə zunubəlləti turisun nədəm. Peşmançılıq kəsb elətdirən günahlarımı bağışla. İğfir liyə zunubəlləti turisus səqəm. Xəstəliyə düçar eləyən insan günahlarımı bağışla və habelə. Ya şahid kulli necva duasında eyni ilə Kumeyl duası kimi günahlara etiraf. İndi biz qardaşların məntiqi ilə danışdıq ki, imam özündən danışır, örgətmək məqamında deyil, onda bu dualar da həmən o qəbildən olacaq. Və bunu da heç bir şiyə etiqad eləmir. Heç bir şiyə etiqad eləmir ki, imamın günahı var. Deməli, istidlal düzgün qurulur. Birinci məsələ. İkinci məsələ. Deməli, bu dua ki var, imam orada deyir ki, mən 12-ci imama beyətimi təzəliyirəm, bizə öyrədir. Özü üçün deyil. Əgər özünə nisbət versək, o qardaşlar Kumeyl duasında, ya şahid kulli necva duasında istər-istəməz imama nisbət verməlidirlər. Çünki imam deyir mən, burada da deyir mən. Necə olur ki, burada mən imamın özünə aiddir, oradakı mənsə imamın özünə aid deyil. Deyirik, nə burada imama aiddir, nə də orada. Təlim şiyələrə öyrədir. Bu birinci dəlildir. İkinci dəlil, imam buyurur ki, mən 12-ci imama beyətimi təzəliyirəm. Əgər düşür ki, hələ İmam Cəfər Sadiq Aleyhisselam özü beyətini təzəliyir. Əgər bu sözü desək, yenə də başqa bir şərhi problemlə üzləşmiş olacaq. Diqqət edin. O hansı problemdir? Deməli, salavat zikr edin Muhammed və Ali Muhammedə. Deməli, Üsul Kafi 1-ci cild, səhifə 178, Kitab-ül Hüccə, 1-ci hədis. Babın adı Bab ennel arda la təxlu min hüccə. Yer üzəri
hüccətdən xali ola bilməz. Birinci hədis və hədis də səhih sənəddir, yadınızdan çıxmasın. Hədis səhih sənəddir. Filan kəsdən İmam Cəfər Sadiq əleyhissalam buyurur. Deməli, Hüseyin ibn Əbil Əla İmam Cəfər Sadiq əleyhissalamdan soruşur. Təkunul ard leysə fiyhə imam. Ola bilər ki, yer kürəsi olsun, orada imam olmasın. Alə, la. İmam Cəfər Sadiq əleyhissalam buyurdu, belə şey ola bilməz. Qultu yəkunu imaman. Ola bilər ki, bir zamanda iki imam olsun. Yəni, iki şəxs, o şəxslər ki, onlara beyyət vacibdir. Diqqət edin, ha. Sizi çaşdırmasınlar sonra ki, məsələn, Həzrət Əlinin dövründə İmam Həsən vardı və İmam Hüseyin vardı. Üç imam vardı, nə olar ki? Üç imam başqa şey, itaəti vacib olan üç şəxs başqa şey. Həzrət Əlinin dövründə itaəti vacib olan şəxs bir Həzrət Əli. İmam Həsənin dövründə İmam Həsən. İmam Hüseynə itaət vacibdir. İmam Hüseyin əleyhissalamın dövründə İmam Hüseyin. Sonra İmam Zeynal'ın, sonra. Diqqət edin. İmam bu imama sual verir ki, iki nəfər itaəti vacib olan şəxs ola bilər. İmam buyurur, la, elə şey ola bilməz. İlla, məgər əhəduhuma samit. Biri nə olsun? Sussun. Heç bir şey danışmır. Biri danışır, natif, obursusa nədir? Samit, danışmır. O kitabı bilən mənə ver. Qalsın. Davat zikir. Bu birinci hədis Üsul Kafidə iki nəfər beyət olunması vacib olan şəxs ola bilməz İslam dinində. Bir nəfər. Duada nədir? Mən İmam Cəfər Sadiq, indi hal-hazırda imamam. Yer kürəsi kimə beyət eləməlidir? İmam Cəfər Sadiq əleyhissalam. İmam Cəfər Sadiq əleyhissalam deyir ki, baxmayaraq ki, mənə, onların məntiqinə əsasən, yer kürəsi itaət eləməsi vacibdir, beyət eləməsi vacibdir, mən də 12-ci imama neynirəm? Beyət eləyirəm. Axı, sən İmam Cəfər Sadiq əleyhissalam özün deyirsən ki, bir zamanda iki nəfərə beyət olmaz. Necə olur ki, sənə beyət vacibdir və eyni zamanda da başqasına sən özün beyət edirsən. Beyət vacibdir. Deməli, mənası nə olur duanın? Öyrətmək. Əgər düşü imam deyir, onda imam özünü neynir? Təqsir edir. Nəuzu billah. Üsul Kafidəki hədis səhih sənəddir. Əhd duasının heç sənədi yoxdur. İkinci hədis. Kəmal-əd-Din kitabında Şeyx Səduqun səhifə 383-də hədis böyükdir. Hədisin sonuna gəlib sıra. 9-cu hədis. Deməli, təkrar edirəm. Kəmal-əd-Din Şeyx Səduqun 383-cü hədis səhifə, hədisin nömrəsi 9. Mövzumuzun axırıdır, diqqət edin. Hədisdə buyurulur. Sual, hədisin məzmunu ondan ibarətdir ki, Həsən Hüseyin əleyhissalamla Musa və Harun arasında olan müqayisələrdir. Uzundur, hədisin sonu ki, mövzumuza aid olandır. Ravi sual verir imama. Qult dedim, həl yəkun imaman fi vaxtin vahid, bir vaxtda iki imam ola bilər, yəni ikisinə də itaət vacib olsun. Aləllah, xeyr, ola bilməz. İmam deyəndə, yəni itaəti vacib olan. Bəyən İmam Cəfər Sadiq əleyhissalam bilmirdi ki, Həsən, Hüseyin, Əli ibn Əbi Talib bir zamanda yaşayıb, bilir. Deyir, iki imam ola bilməz. Yəni, itaəti vacib olan iki imam ola bilməz. İlla ən yəkuna əhəduhuma samitən, Üsul Kafidə olan hədis müxtəsər idi, qısa idi. Amma Şeyx Səduqun qeyd elədiyi Kəmal-əd-Dində genişdir. Diqqət edin, məna tam yerinə oturur. İlla ən yəkuna əhəduhuma samitən, məgər ki o iki imamdan birin olsun, susan. Mə'mumən li sahibihi, danışan imama iqtida eləsin. Deməli, susur
Və danışan imama isə nə edir? Hər şeydə iqtida eləyir. Vəl-axir natiq və imamun li sahibihi. Və digər imamsa danışandır və bu bursu imamın neydir? İmamıdır, ağasıdır. Samit danışmayan natiqin arxasıyla getməlidir, ona itaət eləməlidir. Və əmmə yəkunə imameyni natiqin. İmam açıqlayır daha da ki, bəziləri şəkk düşməsin. Amma iki imam olsun, ikisi də əmr eləsin, nəhy eləsin, ikisinin də itaəti vacib olsun, fi vaxtin vahid, bir zamanda fəla. Ola bilməz elə şey. Hədis səhih sənəddir. Üsul kafidə olan hədis də səhih sənəddir ki, bir zamanda iki vacib itaəti olan imam ola bilməz. Kəmaləddin kitabında olan və İtmam-ı Ni'mə kitabında olan hədis də 9-cu hədis səhih sənəddir. Deməli, diqqət edin. Təzədən qaydırıq əhd duasına. Əhd duasında nə buyuruldu? Əhd duasında buyuruldu, imam buyurur. İnni ucəddidu, Allahümmə, ey Rəbb, inni ucəddidu ləhu fi sabihəti yevmi hâzə, bu sübh çağımda 12-ci imam üçün təzəliyirəm. Nəyi? Beyətimi, əhdimi, əqdimi, filanı və heç vaxtda bu beyətdən, əhddən əl çəkmərəm və uzaqlaşmaram. İmam özündən danışmır. Əgər özündən danışsa, bu zəif sənəd dua ilə üsul kafidə və İtmam-ı Ni'mədə olan səhih sənəd hədislər ziddiyyət təşkil edir. Hansı götürüləcək? Səhih, təbii ki, zəif tərk olunacaq, səhih nə olacaq? Götürüləcək. Deməli, o qardaşın dəlil gətirdiyi dəlil sayılmır elmi baxımdan. Dəlil sayılmır. İki məqama da işarə eləyəyün, ondan da bəhsə xətim verin. Deməli, duanın mətnində təlim qəsdi ilə imam bu duanı şiyyələrə örgədib özündən danışmır, başqa bir dəlil də var. İmam buyurur, Allahümmə cəalni min ənsarihi. Ey Rəbb, məni 12-ci imamın ənsarından qərar ver. Hansı imam 313 nəfərin içindədir? Hansı imam? Heç biri əskər deyil. Heç bir yerdə dəlil, hədis filan belə zəif sənəd hədis də yoxdur ki, desin ki, İmam Həsən əleyhissalam o 313-ün içindədir. İmam ki, deyir, ey Rəbb, məni 12-ci imamın ənsarından qərar ver, ənsar bəllidir ki, 313 nəfərdir. Nə bir nəfər artar, nə bir nəfər azalar. Və məlumdur şəriətdə ki, əhl-i beytdən bir nəfər də o 313-ün içində yoxdur. Diqqət edin. Muhammed və Ali Muhammedə bir daha salavat çekin. Bəli. Deməli, bu qədər kifayətdir biiznillah, mövzunun xülasəsi. Deməli, o qardaşlar bir növ neyi qarışdırıblar? Beyət vacibdir. İmama, 12-ci imama beyət vacibdir. Kim inkar eləsə, müsəlman deyil. Gələn moizədə inşallah o qardaşlar nədə səhv eləyiblər? Beyət vacibdir. Harda beyət olunmalıdır? Deyirlər azanda. Yəni, əşhədü ənnə əliyyən vəliyullahı götürürük. Üçün zamanəsində o olub. Bugünkü zamanda 12-ci imamdır. Əşhədü ənnə Mevlana Məhdi vəliyullah deyəcək. Gələn moizədə təqribən ondan yuxarı dəlil gətirəcəm ki, həmən bu fikir batildir. Şəriətdə
dəyişiklik aparmaq dəlil sübut olmadan bidət sayılır və Əhl-i Beytə necə beyət eləmək, yəni hal-hazırda bu qardaşlar deyir ki, fəqət 12-ci imama beyət eləmək lazımdır. Amma mən gələn həftənin 4-cü günü sizə sübut eləyəcəm ki, Əhl-i Beytin hamısına beyət eləmək vacibdir. Baba, indi bu deyirəm. Fəqət 12-ci imama yox, onlar səhvi nə deyiriblər? Fəqət 12-ci imama. Xeyr. Bütün Əhl-i Beytə beyət eləmək bugünkü gündə də nədir? Vacibdir. Necə, nə təhər, dəlil nədir? Gələn həftəyə biiznillah. Allaha and verəm, izzət zəlalına xatir bizi düzgün Əhl-i Beyt şiyələrindən